çörək yemirəm, şirniyyat yemirəm, sevmirəm. Hər şey superdir, hər şey möhtəşəmdir, hər şey idealdır, amma 130 kiloyam. Necə olur belə bir şey? Bir Allah bilir. Siz unikal varlıq deyilsiniz, siz də insansınız, başa düşürsünüz. Özünüzə unikal varlıq statusu verməyin. Mən arıqlaya bilmirəm, çünki məndə elmə məlum olmayan, ümumiyyətlə bu dünyadan olmayan, digər aləmlərdən gələn bir nəsə var ki, məndə yoxdur, heç nə yoxdur, heç nə yoxdur. Sizə elə gəlir ki, siz unikalsınız. Sadəcə düzgün yanaşmırsınız qidalanmaya, düzgün yanaşmırsınız. Bu barədə bəs qədər biliyiniz yoxdur, o biliyi də almaq istəmirsiniz. Alanda da TikTokdakı qatıqlar, nə bilim, tiyalar, nə bilim nə onlardan alırsınız və yaxud da kotlet bişirən xanımların filankəsin mətbəxi səhifəsindən girib arıqlama tövsiyələri alırsınız təəssüf ki, və onlar əsasında da sizin diyetiniz formalaşdığı üçün axırı da belə olur.